Salam, sabahınız xeyir əziz dostlar. 15 iyun 2026-cı il ağır gecələrdən biri oldu. Hələ davam eləyir. Çünki yolda belə yazırlar, 5 raketləri, 30 dronları gəlir. Biraz kiçik bir fasilə yaranıb. Dedim sizdən bir salamlaşaq. İstədim əvvəl birbaşa efir açım. Sonra dedim çox tezdir və səhər saat 4:30-dur. İşıqlanır. Yağış yağır. Səhərə qədər çoxlu raketlər filan bu xəstədir də, yəni xəstəliyi də ondan ibarətdir ki, götürüb Davjenko adına kinoteatrı vurub, sonra Peçerski Lavranı vurub bu. Peçerski Lavra da bilirsiniz, Pravoslav dünyasının Məkkələrindən biridir. Indi buna nəyə nail olur ki? Bilirsiniz niyə belə eləyir? Mən şəxsən mənim düşüncəm bundan ibarətdir ki, yəni Rusiyada desinlər ki, gördünüz Kiyevdə tanınmış yerləri vurur da, yəni kimin, çünki savadsızdılar axı. Güya kinoteatrın, Davjenko adına kinoteatrın binasını vurmaqla, daha doğrusu çəkiliş meydançalarını vurmaqla, güya ki, neyniyir ki orada, nə var ki Davjenko adına kinoteatr? Köhnə atılmış pavilyonlardır da. Yaxud kilsəni vurmaqla bütün inanc adamlarının hiccəsi, baxıram bayaqdan internetdə, deməli, dünyanı dağıdırlar ki, Moskvanı yandırmalıyıq. Güya nəyə nail oldu ki? Bu gecə nəyə nail oldu yenə? Yaxud yenə də bir Şulyavka tərəfdə bir kasıbların bir mağazaları var idi. Yazıqlar orada metrodan kənarda Davjenko küçəsi tərəfdə, Teliqa tərəfdə. Orada bir 15-20 dənə xırda mağazalar idi. Nə bilim, kim ayaqqabı satırdı, kim tokka satırdı. Elə də ticarət mərkəzi, cərgəsi. Ticarət cərgəsi, bir 50-100 metr uzunluğunda olan bir ticarət cərgəsi. Balaca mağazalar idi. Onları vurub yandırıb, kasıbların, nə bilim, orada nələri var idi, malları var idi, nələri var idi. Güya kişinin oğlu müharibə apardı. Boya, qamış ölçələrsən. Yağış da ki, maşallah, mən bayaqdan yazdım Facebook'da, elə bir ki, nəsə bir hikmət var bu işlərdə. Çünki bugün atdığı raketlərin çoxu və dronlar, o zajigatelin, yəni yandırıcıdır çoxu. Həm dağıdıcıdır, həm yandırıcıdır. O yağış elə bir ki, onların atışma başladı. Onların deməli söndürülməsinə kömək eləyir. Ha belə, nə bilim, valla adın adam bilmir nə qoysun. Adın nə qoyaq bilmirik, onun təpəsinə kül olsun. Mən heç ara nə gedən deyiləm, nə gizlənən deyiləm, heç vaxt getməmişim, gedən də deyiləm. Oturmuşam burada bayaqdan biri 20 dənə yazı yazmışam, bir də bizim jurnalistimiz sağ olsun Arzu bəy. Harada nə var, gedib hamısını çəkib gətirib. Belə, dostlar, bu müharibə aparmaq deyil. Bunun adı terrordur, amma bu terrorun çox ciddi cavabı olacaq. İnşallah özünüz də görəsiniz və eşidəsiniz. Yəni, bugünkü bu gecəki hadisələrlə Putler özünə, necə deyirlər, ölüm hökmü çıxartdı və təsəvvür edin ki, çox doğrudan da ağır bir məsələdir. Pravoslav dünyasının ən qədim memarlıq abidəsi, nə bilim, Məkkədir də, faktiki də, dünyanın hər yerindən gəlirlər ora. Sən götür oranın Uspен Saborun, vur yandır. Çəkilişlərimiz var, onlara da baxın. Efirlərimizi də bəyənin, paylaşın, görək nə olur. Amma valla Rusiya tərəfinki müharibə deyil, terrordur, elə belə, nə bilim valla, ağlım heç belə izahı yoxdur. Sən götürüb köhnə atılmış pavilyonları vurmaqla nəyə nail olursan ki, Ruslar desinlər ki, Davjenko adına kinoteatrı Putin vurdu. Görün, nə böyük qəhrəmanlıq elədi. Və belə dostlar, hələlik saat 5'ə qalıb, baxıram. Sağ olun, inşallah görüşəcəyik, heç nədən gələn olmayın. Bunu gözləyirdik də, mən xəbərdar eləmişdim, geri gəlmişəm dostlarımızın hamısı. Ukraynada yaşayanları xəbərdar eləmişdim. Sağ olun, salamat qalın, inşallah görüşəcəyik.